hörmətli həmkarlar, hörmətli media nümayəndələri. Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə diqqət yönəltmək istəyirəm. Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə. Xatırlayırsınızsa, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü. Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir. Səbəblər üzərində düşünməyə başlayırıq. Çünki doğrudan da böyük mənəvi zərbə alırıq. Bu ağrını hamımız canımızda hiss edirik. Təbii prosesdir. Ernest Hemingway'in Əcəl Zəngi əsərinin epiqrafında 17-ci əsrin İngilis şairi John Donne'un belə bir fikri yer alıb. Hər insanın ölümü mənim ömrümü gödəldir. Çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam. Və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən? Sənsən dünyadan köçən. Niyə belə olur? Gələcək bu qisim faciələrin qarşısını almaq üçün nə etmək olar? Burada biz nə etsək də bütün problemlərin kökü təbii ki, ilk növbədə təhsilə gedib çıxır. Düşünürəm ki, bugün məktəblərdə psixologiya fənninin dərinləşməsinə ehtiyac var. Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçirilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə böyük ehtiyac var. O qədər ciddi şəkildə yanaşılmalıdır ki, məsələyə. Doğrudan da əsr psixologiyasına sahib olanlar bura cəlb olunmalıdır. Yəni, deyək ki, kimya müəllimi, biologiya, texnologiya, yaxud fizika müəllimləri gəlib psixologiya fənnini tədris eləməməlidirlər. Əks təqdirdə bu, aydın məsələdir ki, heç bir nəticə verməyəcək. Unutmayaq ki, bugünün məktəblisi təkcə riyaziyyat testini yox, boşanmış ailə mühitini, depressiyanı, zorakılığı, özünü ifadə edə bilməmək ağrısını, ailə gözləntilərini, kiber zorakılığı və özgüvən çatışmazlığını da daşıyır. Bu isə doğrudan da işin peşəkarları, bu ixtisası daşıyanlar vasitəsilə aradan qaldırıla bilər. Bugün aydın məsələdir ki, məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir. Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir gənclik yetişir. Bu artıq doğrudan da böyük bir problemə çevrilməkdədir. Mən dəfələrlə bu məsələni aktuallandırıram. Verilişlərdə, debatlarda, təhsilimizdə, dərsliklərimizdə ədəbiyyata daha çox diqqət ayrılmasına önəmli hesab edirəm. Çünki ədəbiyyat aydın məsələdir ki, mənəviyyata ən çox toxunan bir sahədir. Amma baxaq görək, dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün bugün imkan verirmi? Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ayın 10-da Ağdamda Kəngərli sakinləri ilə görüşdə qalib olmağımıza əsas səbəb kimi bizim mədəniyyətimizi, ədəbiyyatımızı, ailə və məktəb mühitini göstərdi. Bu mənəviyyət, mədəniyyət təməllərini qorumaq lazımdır. Baxın, Prezident Qarabağda sıfırdan başlayaraq necə böyük işlər görür. Axı, bugün bizim bütün sahələrdə yaxşı ənənələrimiz var. Ədəbiyyatda ənənələrimiz var, mədəniyyət ənənələrimiz var. Sadəcə o təməllərin laxlamasına bugün imkan verməməliyik. Yaranmış boşluqlara diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bu məsələ təbii ki, inzibati yox, strategiya məsələsidir. Təhsil Nazirliyi və dövlət bu sahəni sıradan bir kadr problemi kimi yox, uşaq hüquqları və cəmiyyətin gələcəyi kimi görməlidir. Elə məsələlər var ki, onların gələcəyi hansısa bir cariliyə bağlıdır, gündəm məsələsinə bağlıdır. Amma tək bir məsələ hər bir zaman prioritet olub cəmiyyətin qabağında maarifçilik. 20-ci əsrin əvvəllərində Ömər Faiq Nemanzadə necə deyirdi, işığımız sönməyəcək. Bu işığın sönməməyi təbii ki, bugün bizim hər birimizin üzərinə düşən bir missiyanı gerçəkləşdirməklə qoruna bilər. Təşəkkür ederim.